Salam əziz və hörmətli dostlar. Salam əleyküm. Əziz dostlarıma yaxşı günlər arzulayıram. Dost dediyim insanlar, vətəndaşlar, dildaşlar, yoldaşlar bunlardan ibarətdir. Fərq eləməz ki, biz bir-birimizi tanırıq ya yox. Amma əgər yolumuz birdir, Azərbaycan və istiqlalıdır, millət, Türk millətinin birliği, Azərbaycanın iftixarı, baş ucalığıdır Azərbaycanlıların və sonda biz dostuq. Dostlar, yenə də kitab oxuruq bu günləri. Hünər-i Cəng kitabının ki, farscaya tərcümə olubdur, yəni farscası Hünər-i Cəngə adlanır. Onun 10-cu fəslin başlığını oxuyaq. Yer haqqında danışacaqdır. Görək ki, yer haqqında nə deyir? Bilirik ki, yer çox mühümdür millətlər üçün. Görək ki, bu haqda nələr danışacaqdır? Dünyada nə savaş çıxıb, hamısı yerin üstündə çıxıb. Yəni, yeri təsahüb eləmək, sahib olmaq üçün, yiyə çıxmaq üçün. Yiyə çıxmaq üçün bu qədər savaşlar olubdur yer üzündə. Niyə? Çünki yer kiçikdir, insanlar çoxdurlar və hər kəsin çox yeri olsa, çox imkanlara sahib olur. Onun üçün çox mühümdür bu yer məsələsi. 10-cu fəslidə yerdən danışır. Deyir ki, son tez o dedi, nə dedi? Zəmin ra ba təvəccüh bi təbiətəş mitəvan bi qabil vüsul iğfal konəndə bi təsir, məhdud, nahəmbar və dur təbiq bəndi kənd. Yerin üzünə baxmaqla, yerin özünə baxmaqla neçə yerə bölür? Deyir, bir o yerlərdir ki, qabil vüsuldur, əl tapmalıdır. Bir o yerlərdir ki, iğva konəndə, alladıcıdır, toğlayıcıdır. Yer, yəni, bu cür bir xasiyyəti var. O yerlərdir ki, heç təsiri yoxdur. Əlbəttə, dünyada belə bir yer yoxdur. Qədim, hətta o zaman ki, Məhəmməd Rıza Pəhləvi dövründə bir dəfə insanların fikrinə əhəmiyyət veriblər. Əlbəttə, o da xarici dövlətlərin baskısı ilə olubdur. O da bu olubdur ki, deyiblər, bu ərəb məmləkətlərindən biri indi fikrim Bəhreyn də haradır, İrandan ayrılıbdır bir yol. Ona icazə verəndə deyiblər ki, buranın biz nəftin filanını işlətmişik, qutarıb da ərziş iqtisadisi yoxdur deyə ora müstəqil olubdur. Bu təhcə bir işdir ki, İranlılar o dövrdə millətin sözünə bir millətdən rəy istəyiblər. İndi də niyə müxalifdirlər referendumuna? Azərbaycanlılar, Kürdlər, Ərəblər, Bəluçlar, Türkəmənlər, Qəşqaylar, Lorlar, Ciyləşlər, Mazənilər, bunlar Türkəmənlər, bunlar istiqlalları üçün referenduma geçsinlər, rəy versinlər. Çünki istəmirlər torpağı əldən verirlər. Amma o zaman belə düşünürdülər ki, biz bu torpağın hər şeyini işlətmişik, bizə dahi dərdə dəyməz. Amma o cür deyil, dünya dəyişilibdir. Dünyada əslən torpağın özü olmaq, daş olmaq, torpaq yox. Səngapur dediklərine əsasən Səngapurda torpaq yoxdur. Deyirlər, tamam daşdır. Yəni, torpaq yoxdur. Ayrı yerdən torpaq alırlar, aparırlar, tökürlər Səngapurun daşlarının üstünə, orada saxtıman tikirlər filan bəhman. Səngapur dünyanın o böyük sirvətli yerlərindən. Yəni, mədəni yoxdur, nəfti yoxdur, qazı yoxdur, torpağı da belə yoxdur əkəsən. Amma bura ayrı yerdən torpaq gətirirlər və dünyanın bu şəkildə ən rifahlı məmləkətlərindən biridir Səngapur. Bitəsir, ona görə istədim deyəm ki, bitəsir bir məhdud. Məhdud yəni kiçik, burada mənzur tutur. Nahəmvar, bəzi yerlər düzdür, saf, düz. Bəzi yerlər dağlıqdır. Ona görə nahəmvar, yəni ora ki, dağlıqdır məsələn. Və dur, uzaq yerlər. Uzaq kimə görə uzaq? Diqqət buyurun. Hər kəs olduğu yer, ora olduğu yerdir, onun yaxınları ona yaxındır, ona uzaq uzaqdır. İndi kimə görə uzaq? Məsələn, bir dənə Amerikalıya görə Asiya çox uzaqdır təbiətən, Japon çox uzaqdır. Amma bir dənə Japonluya görə də Amerika uzaqdır. Bir dənə Japonluya görə, məsələn, Çin yaxındır, Kore yaxındır, Hind yaxındır, o birislərlə müqayisədə. Əlbəttə, bunun altında biraz tozyihat yazıbdır, bu mütərcim özü, Döşkün Həsən Həbibi biraz tozihlər yazıb ki, biz onları oxumaq istəmirik.
Getdik 126-cı səhifəyə, yəni 125-i qutardıq, elə bir sətri idi orada. Getdik 126-cı səhifəyə. به زمینی که برای دو طرف به آسانی قابل عبور است قابل وصول گفته می شود. Deyir o yer ki hər iki tərəf, yəni məsələn fikir eləyin ki, deyək Tehran, Qum, Simnan, Ərac. Bunlar həm türklər buradan rahatca keçə bilərlər Farsistana tərəf, həm farslar rahatca oradan keçib gələ bilərlər Azərbaycana tərəf. Bunlara deyir ki, bunun adı qabil vusuldur. Çünki rahatca buradan gəlir, gedir. Rahatca eləmək olar, ora getmək. در روی این زمین کسی که ابتدا در آفتاب موضع بالاتری را که مناسب برای حمل و نقل تدارکاتش است اشغال نماید در حین نبرد از امتیاز برخوردار است. Əgər belə bir yerdə, əgər onun üst tərəflərində, yəni deyək ki, yamaclarında şey ola və gün tutan yeri, güneyin yəni, bir qüvvətin əlində ola, onlar əvvəl oranı işğal eləyələr, o birisi tərəfdən ki, sonra gələcəklər, onlara bunların üstünlüğü var. Niyə dedik ki, quraqlıq yerlər, gün yerlər həm mərisilik azaldar, həm də ki, rahatca orada həml-i nəql imkanı vardır. Həmllik də gəlgedin imkanı vardır. Üçüncüsünə deyir, zəmini ki, daran xuruc az ordugah və be meydan amadən asan, vəli bazgəş döşvar است, iqfal konəndə است. İndi burada 5 dənə yerçi demişdi, onları nizamicən tozih. Mən onların mənasını özünü düşündüyümcən dedim. İndi kitabın yazarı onları nizami mənada deyir ki, məsələn dedik ki, iqfal konəndə nə cür bir yer? Deyir, iqfal konəndə o yerdir ki, 2 dənə ordugah gəlibdir bir yerdə durublar, istəyirlər savaşalar. Deyir, o tərəfdən ki, rahatca gəlirsən meydana və savaşa bilirsən, qeydəmağı çətində ona iqfal konəndə deyirlər. Toğladıcı. Niyə? Baxın, indi bir dənə təpədir fikri, ya bir dənə yamacdır. Yamacdan yenirik, gəlirik əşağıda, düzlükdə savaşırıq. Məsələn deyim, Eynalı dağının ətəklərindən yavaşca gəlirik əşağıya, savaşırıq. İstəyirik qeydaq, gəlməyi rahatdır, qeydmağı çətindir. Çünki dağdır, təpədir, zor aparacaq. Biz buradan istəyək bir ağır bir şeyləri çəkək, zor aparacaqdır. طبیعت این زمین طوری است که در صورت به میدان آمدن چنانچه دشمن آماده نباشد پیروزی امکان پذیر است. Bu yerin mənası, yəni o yer ki, ixfa konəndədir, üzə şağadır. Bunun təbiəti belədir ki, əgər gələsə şaya və düşmən də hazır olmasa savaşa, ciddi hazır olmasa, siz onu rahatca yenə bilərsiniz. Yenmək, şikəst vermək. Şikəst verə bilərsiniz. اما در صورت آمادگی دشمن اگر به میدان بیاییم و بر وی غلبه نکنیم بازگشت به اردوگاه دشوار است. Amma gələk əşaya, təpənin üzə şaha, gəldik əşaya, iqba eləyən yerə, burada düşmən də hazırdır savaşa. Biz buna qələbə eləyənmədik, bunu sındıra yenənmədik. Yenənməyəndə əgər istəyək qeydaq dalıya, çətinə düşərsiniz. Düşmən daldan bizi yetirər. Çünki sürətimiz azalacaqdır. Gələndə sürətimiz çox idi, gedəndə hızımız azalacaqdır. Çox qıvraq olmayacaq gedəndə. Bizim məntəqədə sürətə qıvraq deyirdilər. Qıvraq get, qıvraq gəl, beləsi işlədirdilər. ولی نمیتواند چنین زمینی بهره برداری کرد. deyir ki, və eləmək olmaz belə. O zaman ki, siz dala oturasınız, edə bilməzsiniz. Bu bir yerdən çox faydalanasınız, fayda götürəsiniz. زمینی که برای ما و دشمن هر دو نامساعد و فاقد اعتبار می باشد بی تأثیر است. Deyir, o yer ki, düşmənə də faydası yoxdur, bizə də faydası yoxdur. 2 dənə ordu gəlib bir-birinin qabağına bir yerdə yetişiblər ki, düşmənə də faydası yoxdur, bizə də faydası yoxdur. Deyir, bunun adı bi təsirdir. Nizamidən, çünki nəyə bi təsirdir? Nizami. Biz diqqət buyurun, dedim, biz nizami elmiləri bilmədiyimiz üçün bunlarda görürsünüz ki, nə qədər iştibah edirik. طبیعت این زمین طوری است که ولو دشمن طعمه بیفکند پیش نمی روند. Deyir ki, bu cür bir yer, yəni o bir təsir, təbiəti, naturalitisi, ya deyək ki, doğalı, elə bir doğallığı vardı ki, düşmən ora tövmədə atsa biz getmərik. Yəni, məsələn, deyək ki, 50-60 nəfər gəlib ora, amma biz də rahat onları öldürə bildik. Amma onu öldürməyə getmərik. Çünki təbiəti o cür ki, getsək təliyə düşər qəslən.
بلکه با عقب کشیدن خود کوشش میکنم که وی را بدانجا بکشانم. Amma deyir, bəlkə bilirlər, mən dalı oturam, o yerdən uzaqlaşam ki, düşməni çəkəm ora çəkəndən sonra öldürəm. وقتی نیمی از افراد دشمن را از اردوگاه خارج کردم، با برتریت بر او میتوانم بر او بتازم یا بکوبم. Deyir ki, elə ki biz biraz çəkildik dalıya, düşmən dedi biz gedirik, o bir təsir yerdən deyir ki, biz getməyə çalışırıq, nə edəcək, o düşəcək bizim dalımıza. Deyir, onun ordusunun yarısı o yerə girəndə biz qeydib onları aradan apara bildik. در کتاب هنر جنگ Li Shing میخوانیم. Bu Çinlilər görürsünüz nə qədər stratejist adamları var imiş. Bu da bir dənə Li Shing adında bir nəfər də bir kitab yazmışmış savaş haqqında. O da deyib, در زمینی که برای هیچ یک از دو طرف واحد امتیاز نیست واجد olacaqdır. Vacid imtiyaz نیست. بایستی با تظاهر به عقب نشینی دشمن را جلب کرد. Deyir, o yerə gəldiniz, yetişdiniz ki, düşmənə də faydası yoxdur bu yerin orada olmasının, bizə də faydası yoxdur. Deyir, burada təzahür eləyin, yəni göstərin, yalandan göstərin ki, dalı otururam. Mən qorxdum ya çəkilirəm dalıya. Niyə? Düşmənə görsədəsiniz ki, dalıya çəkilirəm, gəlsin dalınızdan. بلکه با عقب کشیدن خود کوشش میکنم که وی را به دنجا بکشانم. üzr istəyirəm. آنگاه منتظر ماند تا نیمی از افراد وی خارج شوند. Sonra gözləyin ki, ya gözlədi ki, düşmənin yarısı oradan çıxsın və səbəs bəray sədd kərdən rah vey dəst be həmlə zəd. Sonra onun yolunu bağlamaq üçün həmləyə girdi. Məsələn, bu cür yerin bir yeri cədiklər ola bilər, arz edeyim xidmətçi, dərələr ola bilər, dərin dərələr. اگر یک زمین محدود را ابتدا اشغال کرده باشم بایستی راههای وصول بدان را ببندم. اگر bir yeri əvvəlcə mən getdim, işğal elədim. Ordu, içidən ordu gəlir, mən biraz onlardan tez gəldim. Deyir, əgər یک زمین bir dana torpağa əvvəlcə mən gəldim, işğal elədim, gərək ora yerləşməyin, gəlməyin yollarını axtaram, tapam. Görək ki, bura haralardan yol var, düşmən haralardan gələ bilər. Və o yolları bağlayaq. Çünki düşmən gəlsə, hər yerdən icazə versək, düşmən mümkündür 4-5 yerdən yolu ola. Düşmən gələr bizi mühasir elər. Və müntəzir düşmən başam, yolları bağlayandan sonra düşməni gözləyək ki, gəlsin. Əgər düşmən ibtida in çənin zəmini را işğal کرده, amma əgər düşmən bizdən öncə gedib elə bir yeri tuta və təngəha را bəsdi başad, bu dərələri bağlamış ola, boğazları bağlamış ola, نباید وی را تعقیب کنم. اونو گرفت دالستان getməyəm. Onu تعقیب eləməyəm. Niyə? Amma əgər راهها را کاملا نبسته باشد میتوانم تعقیبش کنم. Amma düşmən gəlibdi, fürsət eləməyib ki, yolların hamısını axtara görə hangi yollardır. Mən gəldim, axtardım yolları, gördüm düşmən bağlamayıbdı. Nə edərəm? Onda ona həmlə elərəm. Çünki yollar açıqdır. Bir yoldan girib bir ayrı yoldan çıxmaq imkanı da var. Keçdik 127-ci səhifəyə. در زمین ناهموار باید مواضع خود را در ارتفاعات آفتابگیر مستقر شد. Əgər görümüz düz deyil yerimiz, olduğumuz yer ki, getmişik orada oturaq eləmişik ya ordugah vurmuşuq, bu ordugahda yerimiz düzlük deyil. Deyir ki, onda gərək üstlüklarda, yəni dedikdə şeylərdə, yamaclarda, ya təpələrdə, ya dağın ətəklərində duracıyıq, ha belə gün vuran tərəfdə ki, gecə ya günün soyuq olmasın və düşməni gözləyəcəyik orada. Əgər düşmən imçinin zəmini را قبلا اشغال کرده باشد باید عقب نشینی باید وی را به طرف خود کشاند. Amma gəldik gördük ki, düşmən bizdən qabaq gəlib ki, uca yeri tutubdu. Ona görə stratejik yer deyirlər də. Gördük əgər düşmən bu uca yeri tutubdu, yamaçlığı, təpəni, dağı tutubdu, onda getməyəcək qabağa, düşmənə yaxınlaşmayacaq. Dalı oturacaq. Dalı oturan düşmən oradan yenəcəkdir. Çünki deyir, bu getdi, mən gedim dalıstan oranı alım. O ki, gəlbi qabağa, sonra həmlə edəcəksən. ولی نباید او را تعقیب کرد. اما دشمن دیگه تعقیب eləmir. وقتی قرار بر این باشه که در زمین مسطح بیشتر از دشمن استقرار یابیم به طریق اولا در اماکن دشوار و خطرناک باید چنین کنیم. deyir ki, qərar bu oldu ki, düz yerdə olsa, düşməndən qabaq gələk, o düz yerin yaxçı yerini seçək savaşa, özümüzə.
Məsələn, su olan yerini seçək özümüzə. Məsələn, daşlıq yerini seçək özümüzə ki, eləyə bilək arasına səngər quraq. Bunları, ya məsələn, meşə tərəfini seçək ki, belə ağaçların dalısında gizlənə bilək, onların tirləri bizə dəyməsin, oxları bizə dəyməsin. Tir sözü farscadır, bizdə oxdur. Qaşın kəmandır, nə mənən oxdur, oradan da, o da oradan gəlir. Deyir ki, əgər bu düz yerdə belədirsə ki, gələk belə eləyək, təbiən çətin yerlərdə daha oğladır ki, biz gələk bunun yaxçı yerlərini tutaq. Amma xətərnaş باید چنین بکنیم. Gərək tez gəlib onları tutmayaq çətin yerlərdə. چطور میتوان چنین زمین را به دشمن داد؟ belə bir düz yeri ya necə yeri necə düşmənə vermək olar? هنگامی که از دشمنی با نیروی مساوی دور هستیم تحریک وی به نبرد دشوار است. O zaman ki düşmənimiz bizcən gücü var. Nəfəratı adamı yəni bireyləri, savaşçıları, gücü, imkanı, silahı filanı bizcəndir və aralığımız fasilə, aralığımız bir qədərdir. O yerə ki savaşmalıdır. Deyir onda düşməni savaşa təhrik eləmək olmaz. Təhrikin tüccəsi kuşqurmaqdır. Çox gözəl sözdür. Kuşqurmaq olmaz. تحریک وی به نبرد دشوار است و با حمله به وی در مواضعش چیزی به دست نمیاد. Əgər onu da həmlə eləsək, onun mövzeylərini olduğu yerə, mövzey yəni olduğu yer. Deyir o bir şey ələ gətirənməli. Usul mərbut به 6 نوع زمین به شرح فوق است. 6 cürə yer üstə dedi də, onların nə cür olar da rəftar eləyəcəksən. فرمانده برای اطلاع دقیق‌ها مسئولیت عظیمی بر دوش دارد. Bir dana fərmandeş ki, savaşa aparır. O bu yerləri tanımaq, o yerlərə görə düşmənlə müqabilə eləməkdə böyük məsuliyyəti vardır. طبیعت زمین به عنوان یک عامل بنیادی در تأمین پیروزی به ارتش کمک می‌کند. Toprağın nəcürlüğü, yəni doğası, ərteşin piruz olmağına ya şikəst olmağına təsiri var. Ordunun ərteş şeydən sonra gəlibdi, Qacar dövründən sonra Rıza Pəhləvi 1304-dən sonra bu ərteş kəlməsini yaradıblar, ordunu yerinə qoyublar. Ordudur, ordu türkçədir. این تقصیر فرمانده هست که لشکریان دست به فرار میزنند. اگر لشکر qorxur qaçır ya savaşdan qaçır, onun təqsiri fərmandehdir, komandadır. Ya nafərmani میکنند. Necə ki fərmanı da qulaq asmırsalar, təqsiri fərmandehdir. Və ya در بیچارگی و امیدی به سر میبرند. Hətta əgər bunlar beçara görünələr, ümidləri də olmaya savaşa, buradan çıxacaqlar, diri çıxacaqlar ya udacaqlar. Deyir burada da yenə onun məsuliyyəti o fərmandehin öhdəsidir. Və aşıqda xatir میشوند. Hətta əgər bunların ürəkləri, zehnləri də dağılsa, yenə də bunun günahı fərmandehin boynundadır. Və ya به طور دائم və ya به طور بی‌نظم هزیمت میکنند. Ya da ki, hətta qaçanda da, dalıya oturanda da həzimət qaçmaq, qorxudan qaçmaq. Hər qaçmağa həzimət demirlər. Məsələn, it qaçanda, qoxsa qaçsa, quyruğun qoyar dalı qışlarının arasına qaçar. Buna həzimət deyərlər. Çünki həm təslim əlaməti var, həm qorxu əlaməti. Mütəəssifانه heyvanların rəftarları insanlarda da var. Hər halda bundan geçək. Heç یک از این فاجعه ها را نمیتوان به علل طبیعی نسبت داد. اگر qorxalar, əgər ümidsiz olarlar, əgər adsusuz olarlar, əgər dəstura qulaq asmayarlar, əgər qaçalar, dalıya qaçalar, ya əgər qorxa qaçalar, hətta bunların heç birisini deyə bilmir ki, yer belə idi, belə oldu. Burada fərmandeh eləyə bilmir ki, bunları nəzm intizama sala, bunları şura həyəcana gətirə. وقتی بقیه اوضاع و احوال یکسان باشد، اگر هر şey düz ola, bərabər ola, düşmənlə bizimki، اگر یک لشکر به لشکر دیگری که 10 برابر وی فرد دارد حمله کند کار به هزیمت میکشد. اگر her şey bir ola, yer, silahlar bir şey amma bir dana لشکərin, bir dana ordunun gücü o birisindən çox ola, 10 qat çox ola. Təbii ki, şikəst yerdə o birisi ki azdır. Çünki hər bir nəfər 10 nəfərlə savaşmaq ehtimalı çox azdır. Çox azdır. Olar. Demirəm olmaz. Məsələn,
Türklərin tarixində 40 nəfər həmlə edib Çin imperatorluğunu yıxıb məsələn. Ya Yunan Fars nağıllarında məsələn 300 dana Yunanlı eləyə bilibdi ki, o Sisət filmindəki 300 filmindəki düzəldibilir. O da bunun şeydə eləyibdi məsələn buranın neçə 100 min özləri dedikləri. Əlbəttə qədim odur 100 minlər zətlər sözdür bunlar. Əsl ədəd yox idi 100 mini saymağa, ədəd yox idi. Yəni 100 minəcən saymaq başarmırdılar ki. Onun üçün bunlar sertifiyat ediblər ki 100 min sərbazı var, 1 milyon sərbaz imkansızdır. 1 milyon sərbazın gündə heç olmasa 1 milyon kilo yemək elər. Bu 1 milyon kilo hardan daşıyır da cətlə verələ bunlar yesin. Birdən bir anda savaş gördü ki, buradan oraya getməyə 1 il çəkibdir. Bunlar hamısı bizi yuxuya aparmaq nağıllardır. Çox nağıldan da yuxarıdır. Yəni bunlar yuxulatmaq insanlara içi boş ruh verməkdir. 10 bərabər fərd dارد حمله کند کار به هزیمت می‌کشد. Qaçmağa, qorxu ilə, ölüm ilə qaçacaqdır. 128-ci səhifədə Toma adlı bir stratejist deyibdir ki, وقتی 1 به 10 دست به حمله می‌زنیم نخست بایستی فراست و استراتژی فرماندهان حاضر در دو جبهه و شجاعت و بزدلی لشکریان و شرایط جوی و امتیازات مربوط به زمین رو مقایسه کرد. Deyir əgər biz bir olaq düşmən 10 İstəyirik həmlə eləyək, amma məcburuq, savaşmaqda məcburuq. Deyir, onda məcbursan ki, neynəyəsən? Əvvəl gərək görəsən ki, biz bu fərasat sözün, olub farsca, fərasat, əqlə deyirik. Əqlin mən deyirəm və türkcəsi fərasatdır. Bizim Qəradağda belə işlədərlər. Yəni, filan kəs fərasatlıdır, yəni çox əqlidir. Mən indi bunu elə, əlan burada fərasəti gördüm, yadıma düşür, biz əql işlətməzdik kətdə. Biz fərasat işlədərdik. Deyirəm bəlkə, fərasat əqlinin yerindədir. Amma farscada bir növ tədbir bəlkə ola bilər. Hər halda bizim türkçədə əqldir. Deyir, əvvəl gərək görək bu fərmandehin əqli nə qədərdir? Stratejisi nə qədərdir? O iki cibhədə olan, iki cibhədəkini müqayisə eləyək. Yəni, həm düşməni, həm özümüzün üçün gərək görək bulan fərmandehlərin ağılları nə qədərdir? Stratejiləri nədir? Ondan sonra bunların iki cibhədə də bunların sərbazlarının şücaəti nə qəddir? Nə qədər hazirlər savaşarlar? Yəni, əcəba 10 nəfərə bir nəfər o hazirdir savaşa, yoxsa qorxur? Elə ürəyinə düşüb ki, onlar ondur, biz birik. Yoxsa, deyir, yox, savaşaram. Savaşarıq və vururuq, öldürürük. Bu, o ürəkdə o qorxunun olub olmamaqdır. Əgər qorx, elə əvvəldən desə ki, onlar ondular, biz bizik, o şikəs yiyibdir. O savaşa, o bozdildir. Bozdil, bilmirəm niyə deyiblər geçiyə bozdil. Amma hər halda qorxaqdır. Və ondan sonra da baxacaq görək ki, hava necədir? Gündür, qardır, qışdır, yağışdır. Ondan sonra baxacaq yerə görək, yer nə cürdür? Yer palçıqdır, üzü yuxarıdır, üzü aşağıdır, nə bilim, qumluqdur, otluqdur. Bunlar çox-çox mühümdür. Və ərziyabi numudu. Aya ləşkərlərin hər iki kəzdə orduqah be xubi təqziyə şudəən. Bunların hər ikisi də yaxçı qəza yiyiblər. Hancısı ki, yaxçı qəzalar yiyibdir, o çox savaşa hazırdır. Və ya qorusuna həstən, hancısı acdır. Xəstə və fərsudə ənd, ya sərhal həsən. Xəstə, yəni yorğun. Fərsudə, yəni işdən düşmüş. Fərsudə, adamda işlənməz fərsudə. İşlədiblər farslar. Fərsudə, məsələn, bir dənə köhnə fərş var. Ona deyirlər fərsudə. Adamda yorğun ya, məsələn, dağılmış. Dağılmış, dağın farsçası. Dağın dili dağılmış kəlməsindən düzəlibdir türkçədə. Ya sərhal, ya da ki, şad-şənguldular. Şaddılar, xoşdular. Məsələn, bizim müsəlmanlar normalda, hətta Əfqanistan savaşındakı Əfqanlılar Ruslarla idilər, sonra Əfqanistanlar Amerikalılarla savaşdılar. Bunların hamısında biz deyə bilmərik ki, Amerikalılar Əfqanistanı yıxdılar, ya Ruslar yıxdılar. Bəlkə deyə bilirik ki, bununla belə ki, Ruslar, Əfqanlılar silahları zəif idi, dövlətləri güclü dövlət deyildi, iqtisadları yox idi, filan idi, bəhman idi. Amma çox güclü ruhiyyələri var idi. Rusları da sındırdılar, Amerikalıları da sındırdılar. Yəni, niyə? Çünki burada bir iman, bir şey var.
ki, onlara hətta yeməkləri də Amerika sərbazından, Rus sərbazından az idi. Hətta torpaqları ki, onlar var idilər, daha çətin idi. Dağlarda idilər, gələndə aşağıya gəlir, gedəndə çətin gedirdilər. Bunların əlində güllə var idi ki, vura bilirdilər, əşbara, təyyarıya, bombuna salırdılar. Amma onlar, niyə onlar o cür idilər? Çünki dostlar, bunların bu silahdan, yeməkdən, içməkdən sonra bir dənə də iman məsələsi var. Məmləkət məsələsi var, millət məsələsi. Əfqanlılar heç vaxt demədilər ki, bura bizim deyil. Ruslar hamma deyirlər ki, bizi bura çəkdiriblər. Bura bizim deyil. Biz burada niyə savaşırıq? Amerikalılar getmişlər ora, silahları, bombaları, təyyarələri, hər şeyləri var idi. Amma yenə də hamısı deyir ki, bura bizim deyil. Amma Əfqanlar deyir, bura mənim vətənimdir. Bu mənim millətimdir. Nə qədər ixtilafımız da olsa, bu mənim millətimdir. Amma bu da mənim düşmənimdir. O gəlib mənim torpağımı işğal edir. Mən qəza yeməsəm də, çörək də oyuncaqda yeməsəm yenə düşmənimin gəlib qabağında duram. Bu da mühümdür. Yəni iman məsələsi, dünənləri bunu işarə elədik. وقتی افراد لشکر قوی و افسران آن ضعیف باشد ارتش نافرمان است. اگر gördük ki nəfərat ağıllı şeydir, savaşa hazırdılar. Amma fərmandehlər zəifdilər. Burada deyir ki ordu fərmanlıq, fərman eşitməz, söz eşitməz. Çünki fərmandeh zəifdir, bunlar qəvidirlər. Təbii ki, güclü adam gücsüz. Diqqət buyurun, Riza Şahın illəti ki, Riza Şah elədilər bunu ingilislər. Bir illəti buydu. Bu adam dünyadan heç hesab bilmirdi. Ömründə sən siyasət bilinirdi nədir? Nizamini də təcrübə ilə öyrəşmişdi. Və savadı yox, dünyadan hesab bilmir. Sadəcə bu adamda bu şey var idi. Latlarla çünki gəlmişdi, ömür boyu latlarla. Və ehtimali çox ehtimalla həm orduda, çünki bu uşaqlığında orduya gedibdi, əmisi bunu aparardı, dayısı bunu aparardı yanınca orada, özü xəyyatlıq elər, dərzilıq elərdi. Bunu da aparardı yanınca orada buyurardılar. Ehtimalən buna orada da təcavüz olubdu, məhəllədə də təcavüz olubdu. Bu bir sırtıqlıqla geçəlibdi. Çox sırtıq adam idi, ədəbsiz. Latda, bir dənə latı, Tehranda, Cəvadiyyədə, nə bilim, orada, burada latı görün. Deyin, bir dənə latın, məhəlləsinin ən latın görün. Dədəsi, nənəsi yox, yetimliqlə yekəlib, amma lat yekəlib, latlarla yekəlib, tamam lat işləri başarır. Bu adam bir dənə özündən kiçik, zorsuz adam görsə zor deyər. Əhməd Şaha niyə zor deyirdi? Çünki Əhməd Şah bu geçə bir adam idi. Həm də ordudan gəlmişdi, həm də çox sırtıq, çox yamancıl idi. Əhməd Şah da çox ədəbli, dərbarda təlim, təbiət görmüş, savadlı, düşüncəli, demokrasiya inanan, insaniyyətə inanan, bəlkə bir hüquq bəşərə inanan, qanuna inanan. Bu da gəlirdi bunun qabağında, bunun nənəsinə, bacısına, özünə yaman deyirdi. Hətta əl qozuya bilərdi. Niyə? Çünki bunun özün, hər adam ki, biraz lat ola, biraz güclü ola, o birisinə zor deyər. Ərtəşdə də əgər siz, ərtəşdə də təqribən bu rəsmidir. Əgər siz, hətta məhəllədə də, əgər siz zəif olsanız qutardı. Zəif olsanız qutardı. O ki, güclülük sizə hətmən zor deyər. Əlbəttə, zəiflik iki cürədir. Bir vardır ki, insanlar pulludular. Bu ən yuxarı gücdür. Ən yuxarı güc dünyada sərvətdir. Hətta Riza Şah kimi adamlar Koditadan sonra, filandan sonra şahlığı niyə elirlər? Xameneyi niyə şahlıqdan? Çünki şahlıq servət yıxmaq anlamındadır. İndi niyə deyirlər Xameneyin 90 neçə milyard dünya başlarında pulu var? Çünki, və niyə çəkilmir? Çünki hər gün o qalır eləyə bilir servət yıxsın. Əsən rəis cümhur filanca olmaq buna görə ki, pul mərkəzinə çevirəsin, sərvət mərkəzinə. Çünki sərvət olandan sonra siz latların hamısını ala bilirsiniz. Diqqət buyurun, Riza Şah dedikləri adam tüm latlar ilə idi. Qacar dövründə siz lat görmürsünüz, dostlar. Diqqət buyurun, bunu deyim. Yəni, Qacar dövründə lümpənlər xiyabana çıxıb rahpimalıq eləmirlər. Siz bunu görmürsünüz. Məsələn, ən böyük rahpimalıq ki, deyirlər olubdu, əlbəttə rahpimalıq dedilər, etiraz olubdu. O da indi bu Hindistanın rəhbəri nədir? Qandi. Qandinin dediyini əsasən mübarizə mənfi. Ya nafərmani mədəni. Qacar dövründə bir nafərmani mədəni olubdu. Nə deyir? Gəliblər, deyiblər ki, biz İngilistan bizə tənbəki satsa, biz siqar qəlyan çəkməyəcəyik. Vəssələm. Bir iş görməyiblər. Yəni,
Qacar döyülməsi siz görməsiniz. Lümpenlər gələrlər xiyabana qışqırırlar ki, ölüm olsun filan kəsə. Yoxdur. Lümpen yoxdur. Lümpen çıxmaz xiyabana. Siz Rıza Şah dövründən ki, Rıza Şahın özünün qalxdığı yer. Qalxdığı yer. Latların içidir, lütlərin içidir, əraq içənlər, oğrular, fahişəbazlar, qumarbazlar, bıçaq çəkənlər, itbazlar filanların yeridir. Görürsünüz ki, bu adam hər vaxt istir şəhərdə bir iş görsün, bunlardan çağırır. Məsələn, yox, mən o zaman ki, Təbrizə biz təzə gəlmişdik, Təbrizdə çox itbazlıq var idi. Bizim də məhəllədə latsot çox idi. O Baharda Ələvi məscidi vardı, onun qabağında toplanardılar latlar. Bəzi şəxsiyyət insanları, amma kətdən gəlmişdi, ya bəzi öz adamlarından tanıq. Məsələn, bir dana yazıq Cəmal Pahlivan idi, nədir? Yadımda deyil, Pasvanın adı nə idi? Pasvan da deyil yazıq. Hoteldə işdirdi, harada işdirdi. Axşamlar o işi çıxandan sonra biraz əraq içirdi, gəlirdi. Bunu ələ salardılar, orada oynardılar. Məsələn, birdən görürdünüz ki, istirlər dava eləyərlər. Latlar bir-birləri ilə, itbazlar bir-birləri ilə. Görürsünüz, bir gündə məsələn, bu deyirdi ki, məsələn, filan kəsə geç Şahabaddaşına deyəcək 40 metr, fırdan. Hər yerdə o itbazlar yığsınlar, gəlsinlər Acı çayın aşağısını dava eləyəcək. Ya itləri çəksin. Bu çünki itbazlar, latlar hamısı bir-birini tanıyırlar. Fori bir-birlərinə xəbəri getirirlər. Rıza Şah dövründən bu rəsm oldu. Mütəəssifانə bu gün də Xameneyi bundan istifadə edir. Bu gün də lümpenlər, latlar, lütlər, qəməkeşlər. Bunlar şimdi qəməkeşlər xiyabanda uğurluq edirlər. 199 həman adamlardılar ki, Cumhur İslami lazım olanda bunları gətirir. Bu fahişələr ki, xiyabanda fahişəlik elirlər, çox bunlarla dövlətin işi yoxdur, tutmur, edam eləmir. Qətən yüzə o intixabat dövründə, nə bilim, o seçkilər dövründə, o rahimalıq dövründə ki, matihli vuran gözəl rəhliyiblər, İranza pərçəmizə çəkiblər, bunların hamısı %90'ı onlardandır. Bunlar həmişə latlardan, yəni mütəəssifanə lümpen, fərhəng lümpəni İranda Qacarın son zamanlarından da yox. Hətta deyək ki, məşrutədən sonra yenə də yox. 100% şeydən sonra olubdur. Yəni Əhməd Şahdan sonra olubdur. 1304-dən sonra ya Kodetadan sonra, hətta beləsi deyim, bəlkə biz Kodetadan sonra lümpenləri görürük camiədə. Lümpenə İran deyilən coğrafiyada lümpenə çox tarix çıxıtmaz olur. Əlbəttə bizim o zaman latımız çox azdır. Latın əvəzinə bizdə pəhləvan var, cavanmərd var. Bunlar məsələn məhəllədə qorucu kimi bir vəziyyətləri var. Amma lümpen qorucu deyil məhəllədə. Lümpen hər kəs ona bir pul versə ondan. Buna görə istədim deyəm ki, ən böyük güc ordu da deyil. Ən böyük sərvətdir. Hər kəsin sərvəti olsa, latları da alar əlinə, filanı da. Rıza Şah sərvət yığdı. Dövlət olunsa sərvətə gedir. Çünki dövlət özü mənbəyi sərvətdir. Maliyyat alır, eləyə bilir insanların malın, darayatın müsadir eləsin, eləyə bilir yerlərini alsın əllərindən, məhsullarını alsın, xaricdən məhsul gəlir, yük, mal gəlir, içəridən məhsul gedir eşiyə, bunların hamısından pul ala bilir. Və hətta bəziləri öldürür, onların var yoxunu götürür. Dövlətdə belə bir güc olur mütəəssifanə, diktatorluq dövlətlərdə. Diktatorluq dedim, mən dünənlərə bir 2 gün bundan qabaq bir məqalə yazdım. Dostların bir çoxu İlham Əliyev həzrətlərin diktatorluğa müttəhəm edirlər. Amma bunu yaddan çıxadırlar ki, dostlar, diktatorluq o yerdə mənası var ki, orada savaş olmaya, orada sülh ola, oranın düşməni, fəal düşməni olmayan. Potansiyel düşmən həmişə var. Yəni, çıxarı düşmən ola bilər, bu adam yekəlik düşmən ola bilər var. Amma indi savaşan düşmən yoxdur. Azərbaycan dövləti geçən 30 ili savaş içindədir. Torpaqları işğal olubdur. Burada demokrasidən danışmazlar. Əslən, demokrasidən hər kəs danışsa belə bir ölkədə ahmaqdır. Çünki bilmir ki, o bilmir ki, mən işğal olmuş bir məmləkədən. Güney Azərbaycanda biz demokrasidən danışan var. Çünki işğal olmuş bir torpaqlıq. Heç haqqımız yoxdur. Niyə? Əslən, baxın, o yer ki, işğal olub, onun haqqı yoxdur ki. Ermənilər o şəhərləri dağıtdılar, adamlarını öldürdülər, qaçaq saldılar, hər nə bildilər taladılar, hətta verdilər İranın əlinə. Yəni,
Burada sən indi burada demokrasiyadan danışamırsan ki, o sənin əsli haqqın ki, vətən maliki olmaqdır, dinin maliki olmaqdır, dilin maliki olmaqdır, özün sistemi idarənin olmaqdır, özün sərmayə qoymaqdır, kimlə alver elərsən bunları sənin əlindən alansa, bunlar sənin ixtiyarında olmayandan sonra burada demokrasinin mənası yoxdur. Demokrasi o yerdədir ki, əvvəl sən hakimiyyəti alasan, düşməni yıxmısan, hakimiyyəti ələ almısan, gücün var, düşmən səndən qorxur. Bir qorxu sülhündə heç olmasa yaşır. Bu qorxu sülhündə yaşasan sən demokrasidən danışa bilərsən. Amma əgər düşmən gəlib sənin torpağın %falan qədrin, %30'un Azərbaycan Cumhuriyyətində, Güney Azərbaycan Cumhuriyyətinin %100'i işğaldadır. Güney Azərbaycan Türk Cumhuriyyəti milləti dövlətsiz bir millətdir. İşğaldadır. Düşmən nə istir onu edir. Dilimiz qədağan, iqtisadımız talan, tariximiz tərsə, hər şey nə desəz tərsədir. Burada siz demokrasidən danışamazsınız. Siz burada təhcə gərək deyəsiniz ki, kim bizi qurtara bilər? Kim bizi qurtara bilər? Amma Rıza Şah dövründə, Qacar dövründə savaş yoxdur. Qutarıbdır. Əhməd Şah dövründə savaş yoxdur. Bu iki farslar gəlirlər, diktatorluğu qəbul edirlər. Bu əslən şeyə ilgisi yoxdur. Bunlar istəmirlər qanuni məşrutiyyət olsun və İranda olan millətlər, 10 millət var İranda. 10 millət olaraq tanınsınlar. Bunun üçün bir vəziyyəti dinci saxlamalıdırlar. Rıza Şah daimən içəridə, Rıza Şahın ətrafındaşlar daimən içəridə şey yaradırlar. İxtişaş. Məsələn, qəhətlik, bahalıq, bunları yaradırlar. وقتی افراد لشکر قوی و افسران آن ضعیف باشند ارتش نافرمان olar. Bu zaman ferman aparmaz. Zayıf qaviyə ferman verə bilməz ki. Əgər əfsərlər, fərmandehlər zəif olsalar, aşağıdakı əlləri altındakı miri onlardan güclü olsa, bunun üçün dostlar, dəqiqən buna diqqət buyurun, siyasətdə də bu cürdür. Əgər bir nəfər çox savadlıdır, çox ağıllıdır, amma iş üstündə deyil. O iş üstü olan az ağıllıdır, səfihdir, elmi gündəki elmi. Məsələn, Xameneyin nə elmi var ki, bizim dərdimizə dəysin. 700 il, 800 il bundan qabağın kitabını oxuyub da onları hifziliyiblər məsələn. Bunun nə dərdə dəyər? Əlimizi yuyacaq, olaylarımızı yuyacaq, namaza şəkilli. Bunlar əslən elmi dəyir ki. Bunlar əslən bizim yaşayışımızın dərdi dəyir ki. Amma bu adam ki, tüm özü elmidə, əxlaqda, hər şeydə zəifdir, özündən zəif adam gərək gətirir. Özündən qəvi adam gətirirsə, bunu yıxarlar. Mən Əhməd Şahın cəryanını tozif verdim, ona görə ora geçmirəm. Amma indi Xameneyi niyə deyir ki, layiq adam gətirənmir, savadlı adam, ağıllı adam iş üstə gətirənmir? Çünki o gətirsə, hamı deyəcək ki, bu səndən ağıllıdır, sən bu niyə rəhbərdir, sən rəhbər deyilsən? Gərək bu rəhbər ola, sən niyə rəhbərsən? Onun üçün bu bir qaidədir. در این بند سخن از سربازان و درجه‌داران بی‌انضباط با سرهای پرباد و فرماندهان و امرای مردد و ضعیف است. Deyir buradakı üstə dedik, deyir burada söz burdandır ki, sərbazlar güclüdürlər, ya ağıllıdırlar, ya çox strateji bilirlər, ya çox savaş keçmiş bilirlər. Dərəcədarlar, bunlar da sərbazlar, dərəcədarlar. Burada sərbaz yazıb. Biz ordu deyirik. Ordunun əsli şeyi deyir ki, bunlar inzibatsız olanlar. Yerləri, başları yerli olar. Yerli olmaq deyil, yəni bunlar havada uçarlar. Çünki gücü özündən çoxdaq fərman edir. Deyir, onda fərmandehlərin sözlərinə qulaq asınlar, qulaq asmasınlar, zəif fərmandehlərin orada şək gəlirlər. Biz niyə qulaq asaq buna, ya qulaq asmayaq? Nədən qulaq asaq? در آغاز دوره شانگ سینگ به تی یین هو دستور داده شد تا در ویئی فرماندهی را به عهده بگیرد. Deyir, bir dana dövrədə, bir şahın dövrəsində dəstur verdilər filan kəsə, Tiyin Poa, dəstur verdilər ki, get filan yerdə fərmandeh ol. Filan şəhrin fərmandeh ol. Və be Van Ting Show hamle کند و filan şəhərdə hamle elə. در این اردو یو مورد تحقیر مردم بود. Deyir, bu orduda Yu ki fərmandehdir, bunun Pu ki kartanını da oynayıblar ki, o Po oynayıblar. Heç eləyəm o da, əlbəttə inanmıram, bəlkə də o deyil. Po deyir ki, millət bunu əşağı görürdülər. Təhqir əşağı görmək, əskik görmək. Bizim Təbrizdə deyirlər ki, filan kəs əskikdir. Əşağı görmək, təhqir eləmək, əskik də ki, ondan da pisdir.
və hezaran mərd cəngi dər an az in su və an su mirəfdən. Deyir, bu orduda minlər nəfərdə bu üzdən o üzə sözə baxmırdılar, gedirdilər, gəlirdilər. Fo nətəvanist anha ra baz pəs bəzənət. Deyir, eləyə bilmədi onlara qeytərə öz əmrinin altına. Və çəndin mah dərqərarlığı xod bağı mad. 5-6 ay da orada qaldı. Vəqti dərsədə də cəng bəraməd. O zaman ki, istədi savaşa girər. Əfsəran və əfrad ləşkər pəraşən düşdündü. Bunlar deyirlər, kimlə savaşa düşdü? Xərhezin çıxdı, getdi. 5-6 ay yemişdi, çıxdı, getdi. Və rah-ı xudra der cəhat-ı müxtəlif də piş görübdən. Yollarını tutdular, getdilər. Be donbal in macra yu sine-i xudra dərin. Bu öz sinəsini cırdı. Özün, yəni paltarını cırdı, ağladı, nayrahan oldu. Buna istir desin. Yəni burada paltarını cırmaq, yəni özü nayrahan oldu. Hengami ki əfsəran şuca və ləşkəriyan qeyri-müəssir və bihudə başənd, ləşkər der biçarlığı və umidi besər mizar. Deyir, amma o zaman ki fərmandehlər, əfsəran yəni fərmandehlər, komutanlar. Komutanlar güclüdürlər. Amma ordu, yəni əsli o ordunun əsli şeyi, əşya üzrə sərbazlar belə deyək, qeyri-müəssir və bihudə. Yəni, qorxaq təlim olublar, heç bir əncizələri yoxdur, imanları yoxdur, millət, dövlət, bu tür bir şeylər düşünmürlər. Deyir, burada nə olacaqdır? Ləşkərin hamısı bir pis vəziyyət. Beçara burada pis, beçara elə, biz Türkçə beçara deyirik. Bunu biçarə oradan gəlmiş olacaqdır. Yəni, çarəsiz. Beçara, bizdə beçaradır. Beçara və ümidsüzdürlər. Deyir, ona görədir belədir. 129-cu səhviyyə keçdik, dostlar. Deyir ki, hengami ki əfsəran ərşəd xشمگین و نافرمان باشند و در مقابل دشمن بدون پاسخ دادن به این سوال که آیا درگیری احتمال موفقیت دارد یا نه باشتا و بی آنچه منتظر دستور فرمانده کل باشند وارد نبرد شوند لشکر منهدم می‌گردد. deyir ki, əgər əfsəran ərşəd yəni fərmandehlər, üst fərmandehlər dərəcədar, məsələn İranda bölüblər bunu dərəcə sərbaz, dərəcədar əfsər və general. İranda belə. İndi burada mənzur generallar. Deyir bunlar. İndi general da olmasa deyək sərhəngdən yuxarı, sərtipdən yuxarı məsələn. Deyir əgər bunlar xəşmgin yəni qızı, bizdə qızmaq deyirik, qızıblar, nayrahatdılar, əsəbani. Xəşmgin bizdə çox nayrahat anlamına gəlir. Əsəbani. Qızmaq daha çox şeydir. Əgər qızıblar, bir şey, yəni qızmaq, bilirsiniz, məsələn, bu qızmaq ist olmaqdır da, bilirsiniz. O zaman ki, bir nəfər əsəbani olur, onun üz-gözü qızarır. Bədənində qan çox işlədiyi üçün qız oradan gəlir qızmaqda. Əsəbani olmağın halətindən götürüblər bu kəlməni. O zaman ki, yuxarı fərmandehlər, üst fərmandehlər əsəbani oldular, yəni qızdılar və fərman aparmadılar yap başdaşlardan. Düşmənin də qabağında ki, düşmən də durubdu, bir dana suala gərək cavab verərlər. Ona fikir vermədilər. O sual nədir? Deyir, gərək bunlar deyirlər, yəni biz həmlə eləsək, nə qədər ehtimalı var ki, burada udaq, yenək ya yenilək. Yenmək, yəni düşməni yıxmaq, şikəst vermək, yenilmək, yəni şikəst xordən. Deyir, nə qədər? Bunu gərək cavab verərlər ki, bizim bu həmləmizin sonucu, nəticəsi müvəffəqiyyətdir, şikəstdir. Hansısıdır? Yenməkdir, yenilməkdir. Türkçəsi budur. Deyir ki, buna görə cavab vermirlər, həmlə elirlər və fərmandehin də, üst fərmandehin də dəsturunu gözləmirlər. Əsəbani olublar. Deyir, nədir? Deyir, qətən bunlar şikəst yiyəcəklər, yeniləcəklər. Məqsud az əfsəran ərşəd kimdir? Fərmandehan zirdəst mi başənd. Əfsəran ərteş olarlar ki, yap başdakı fərmandehin əli altında işləyirlər. Məsələn, məsələn, İran ədəbiyyatında ərteş bud vardı, onun altında məsələn, timsarlar var, sərhəngilər, şeylər var, sərdarlar var. Çünki İranda indi timsar da var, sərdar da var. Adam bilmir ki, bundan onun nə fərqi var. Gəlir, məsələn, sərtip var, sərhəng var, sərhəng var, sərtip var, mütəəssifənə beləsi gəlir. Adam başının içindən çıxdı. Sərləşkər, ləşkərin başı, sərtip tipin başı. Sərhəng də həngin başı. Gərək zahirən həng tipdən kiçik ola. Amma zahirən nə bilmirəm. Mən nizami olmadığım üçün bu dərəcələri kamil bilmirəm.
Əgər inan, bexəşm ayan, əgər o ikinci dərəcə əfsərlər əsəbani olaraq qızdalar, qızğın olalar və بدون بحث و ارزیابی نیروهای حاضر در میدان نبرد به دشمن حمله کنند və buna diqqət eləməyirək ki, düşmən kimdir, nə idi, nə var, nə yoxdur, hardadır, harda deyil, yemaqları, içmaqları, ruhiyyələri nə cürdür, elə bunlara diqqət eləməkdən. Çünki niyə? Çünki əsəbani adam bunlara diqqət eləməz. Əsəbani adam deməz ki, mənim qabağımda olanın gücü nədir, dövlət içində gücü nədir, familiyanın gücü nədir, filanın pulu nə qədərdir, filan nədir və həml elər. Amma əqilli adam özün kontrollər salar çıxar. Bu adam pulu ilə kimləri alıb mənim canıma sala bilər. Deyir ki, müsəlləmən ləşkər və əsbab dərməyədir. Əgər belə bir ləşkər olsa, həttmən aradan gedir. Hengami ki, fərmanda az ləhaz ruhiyyə zəif başar. İndi fərmanda zəifdir. Ruhsal olaraq zəifdir. Və amiriyyətəş qatə nə başar? Və bunun amiriyyəti, yəni əmr vermək gücü, o məşruiyyət burada sözü var. Onun məşruiyyəti bu ki, bu əmr verir, o bəlli deyil. Qatə deyil, yəni bəlli deyil da. Kəsici, qatə yəni kəsici. Onun əmr vermək gücü kəsici deyil. Dəsturiyyət və rəhnumudayış roşən nə başar? O verdiği əmirlər də aydın-aşkar deyil ki, nəyini yax. Deyir, toplanın, hara toplanaq? Neçədə toplanaq, nə zaman toplanaq, neçə dəqiqə toplanaq, hamı toplansın, yəni 5-10 nəfər toplansın. Buna deyirlər aydın deyil, əmir gərək aydın olur. Məsələn, deyir ki, 5 dəqiqəcən tamam sərbazlar və dərəcədarlar və əfsərlər burada ya filan yerdə toplanacaqdır, yəni müşəxəs. Deyir, burada o əmir kəskindir, kəskindir, qəti kəskin. Kəskin olmasa nə olar? Rəhnumudhayəş, dedim də, onları da misalını vurdum. Və bərای hidayət əfsəran və əfrad qəvaidi dəqiqi mövcud da başır. Sərbazları, əfsərləri də hidayət, yəni yol aparmaq üçün. Sözləri, tapşırıqları, Türkçə tapşırıq deyir, bəlli deyil. Bəlli deyil ki, bu adam hangi usul üzrə danışır. Nizam və surətbəndiha faqid həmahəngi və sübat başənd. Deyir ki, əgər bunun nəzm nizamı da, bu təşkilatı da bir nəzm nizamı yoxdur. Bunda nə olar? Ləşkər sərgərdan mişə və fərmanda deyir ki, gəlin, kimlər gəlsin, ha zaman gəlsin, nə vaxt, hara toplansınlar, nə cür gəlsinlər hətta, bəlli deyil. Deyir, bunda ləşkər sərgərdan olar. Sərgərdan yəni avayıl olar, avayıl olar. Avayıl türkçə sözdür, yəni heyran və sərgərdan, bilməz neynəsin. Belə öz-özünə bəlli hədəf yoxdur, yalandan dolanır. Buna deyirik avayıl. Şang yo qoft. Şang yo deyibdir ki, aşıqdagi və dərhəmbərhəmi zaidə aşıqdagi və dərhəmbərhəmiz. Deyir, əgər görsəz ki, bir yerdə bu ev olsun, bir nəfər olsun, diqqət buyurun, bir nəfər olsun, bir ailə olsun, bir məhəllə olsun, bir şəhər olsun, bir məmləkət olsun. Əgər gördünüz, orada hərçiyədir, bu hərçiliğin bir səbəbi var. O səbəb nədir? Hərçilikdir. Diqqət buyurun. Əgər gördünüz ki, bir nəfər fikri çox qarqatışıqdır. Qətən onun eşikdə də bir şeyləri qarqatışıqdır. İndi evdə qarqatışıqlıq var, işində qarqatışıqlıq var, pıntıdır, şələxdədir, hər yer qatışıqdır, ona görədir. Yəni, əgər deyir, orduda misal belə deyir, bu ki, orduda qarqatışıqlıq var, sözə baxmırlar, dəstura baxmırlar, itaət eləmirlər, bu bəllidir ki, üstə bir fərmandiyyə bir qarqatışıq var. Fərmandiyyə bilmir nə eləyəcəkdir, yəni dəstur qəti bilmir nə mənədir. Həmlə eləyim, eləməyim, vurmayım, haran vurum. Məsələn, bunlar 20 il yox, 40 ildir İsraillə düşməndilər, İsrailə bir dənə müşək atanmayıblar. Çünki bilmirlər neyniyələr. Həm düşmən tutublar, həm də düşmən tutmayıblar. Müsabiqə vermirlər, filan, amma silah alırlar İsraillər. Filan elirlər, bəhman elirlər, amma məsələn, Lobnana əsləhə ver vursun, amma biz deməsinlər ki, biz vurmuşuq. Bu, həman şeydir ki, o sərgərdan qalmaqdır. Bir dəfə bu üçün desə, ağa, İsraili vuracaq, vurun. Onu da sərbaz bilər, mən hər dəfə qabağa gəldim, əfsər filan, vuracaqam.
دیر چه هنگامی که فرمانده کل از اندازه‌گیری ظرفیت دشمن ناتوان باشد نیروی محدود را در برابر نیروی مهم به کار میبرد. Deyir o zaman ki bir dənə fərmandeh bilməyək ki, düşmənin gücü nə qədərdir. O gücü bilmədiyi üçün o gücün nə qədər başarısı var. Başara bilər. Deyir onun işi bilmədiyi ki, bu nə qədər gücün qabağından gələ bilər. Özünün bir azca nirusunu göndərir onun çox nirusunun qabağına, çox gücünün qabağına. Və ya əfrad zəif را برای کوبیدن افراد نیرومند مورد استفاده قرار میده. Ya da ki, zəif adamları göndərər qəvi adamların qabağına. Məsələn, İran bəsiciləri ki, yazıqları 10 gün, 5 gün amuziş verirdilər ya yox, onları göndərirdilər Əraqda Qarder Riyasət Cumhurinin qabağına. Qarder Riyasət Cumhuri sərbaz deyil, tamamən dərəcə pul alırlar, xidmət edirlər 5 il, 10 il. Bəsici də məsələn gedibdi, mən özüm yadıma gəlir, mən özüm bəsici getdiyim üçün, məsələn, bizə Təbrizdən mindirdilər otobüsə, başımıza da bir çəpi bağladılar. Bir dəst hərəmizə bir faniska, potun, bir dəst paltar verdilər. Yolda durun gedirik cipiyə. Getdik yolda da yemək yoxdur. Bir dənə bizi bir yerə apardılar ki, biz orada yemək heç kəs yemədi. Ondan sonra bizi apardılar Despula, yaxçı, böldülər, siz gedin suyun içində üzün, özmaq örgəşin, siz aparatı dəriyə. Getdik 5 gün ya 10 gün dövrə gördük suyun içində, onu da cılıtxa ki vermişlər, hamısı cırıldı. Yəni mən özüm şəxsən cırıldı, üzmək də başarmırdım, paltarla da salmışlar suya. Gecə qaranlıqda getdim suyun altına, dostum görməsin, mən ölmüşdüm elə əvvəl gecə. Çünki o cılıtqa çürü idi. Çürü cılıtqanı gətirmiş qoymuşdu ora. Bir də mühüm dəyildi ona ki, bu adam sərbaz ölər. Deyəcək şəhid aparatı yoxdur, dədəminə oğlu dəyi ki. Diqqət buyurursunuz. Bu vəziyyətdə adam da gedirdi orada, heç bilmirdi. Tüfəngi tuturdu, tox, beş bilmirdi. Mən özüm hala var bilmirəm ki, tüfəngi belə tutanda hangi gözündən baxarlar o şeydən baxarlar, hangi gözündən baxsan vursan düz çıxar. Hələ bilmirəm. Çünki orada öyrətməyib, görürsən, deyək, bax ki, o məzəkkətlərini tut, onun altına vur ki. Mən indi bu gözündən baxıram, bir də bu gözündən də baxıram. Hancısı ilə dəyişdi kollar. Çünki mühüm deyildi. Onun üçün zəif adamı, dövrə görmüş adamı, görməmiş adamı göndərsən onun qabağına şikəst yer, güclü adamı qabağına. Və با خودداری از انتخاب گروه‌های ضربت در جبهه مقدم کارش به شکست و هزیمت میره. Və əgər bir dənə quruh seçir, gərək seçə, deyək ki, siz çox dövrə görmüsünüz, çox davaya çıxmışsınız, təcrübəsi çoxdur, qorxuz yoxdur, ruhiyyələri yuxarıdır, yaxçı hüquq alırlar, yaxçı yeyirlər, yaxçı yatıblar filan. Siz durun gedin düşmənə əvvəl bir iki zərbə vurun, qoyun olar, bir ruhiyyələri dağılsın. Bir qorxu salıncanlarına, sonra əsli biz savaşaq. Deyir, bundan istifadə eləməsə fərman deyil, şikayət edəcəkdir. Təsavvur deyibdi ki, در این شرایط فرمانده لشکریانی را که آماده فرارند فرماندهی میکنند. Deyir, bu şəraitdə ki, bu vəziyyətdədir, o sərbazlar ki istəyirlər qaçalar, o ərteşi ki istəyir, ordu ki istəyir qaça, onlara fərmandehlik edir. Bunlar gözləyirlər ki, bir şey olsun, qaçalar. Calibdir, İran bir iddə adam da tək tirandoz qoyurdu dalda, deyirdi, hər kəs qeysə vuracaqam. Bir iddəki şəhid indi adına dəfn ediblər orada. Bunların çoxun İranlılar özləri öldürüblər, Farslar. Məsələn, Türk ləşkəri gedəndə, Aşura gedəndə, bunu mən şahidəm. Türk ləşkəri gedəndə bir iddə Fars qoyurdular dalıya, deyirlər ki, hər kəs qaçda vurur. Yəni adam şikəst yirdi. Bilirdi ki, ölür, hamı öldü, qətliam oldu, qeyrib qaçamırdı. Əgər görürsün bir dənə ləşkər getdi, qətliam oldu, buna görə qoymayıblər qaça. Daldan vururdular. Daldan gələnləri də özləri İranlılar vururdular. Yenə də bunu tamam xatirələrə baxın, onlardan soruşun. Əlbəttə, indiki deməzlər, çünki Cumhur İslamı orada da hələ filan xatirələrdə yazılır, yaxşı da pul verirlər yalan xatirələrə. Huen Hesbi adında bir stratejist də deyibdir. در سلسله Han, Türklərin silsiləsində Şücaən Serudxanı با استعدادی بی‌نظیر در ارتش بودند. Deyir ki, 3 rudxana, yəni 3 çay var orada. Necə bizim məsələn Miyandab. Miyandab farsça ad qoyublar buranın adına. Miyandab iki suyun arası. Orada ya məsələn Beynən Nəhrin, iki çayın arası. Bu da var.
Çində də bir yer var ki, 3 çayın arasıdır. 3 çay gəlir onun ətrafından geçir, öyrəsindən geçir. Ortada qalan yerin adına deyirlər. Burada adamlar varmışlar. Deyir ki, onlardan bir dana taysız, binəzir yeri taysız bir ordu düzəltdilər. Və der doğruyu bu Guruhay zərbət nabud konendigan mani inamidə şudan. Deyir, bu adamları da bu dövrəsində bu adamlara türklərdən idilər. Adına dedilər ki, öldürücü maniləri, səd qırıcı deyək. Türkçəsi bunu onlar nabud konendiganı məvani, onlar səd qırıcı. Bu səd qırıcılar türklər idilər. Deyir, bunlardan bir quruq düzəltdilər ki, bunların qabağında heç kəs dayananmırdı. Heç bir sədd dolanmırdı bunların qabağında. Və در دوره شی صاحبان سرنوشت و دوره تانگ جست زنندگان və təhrik کنندگان nam daşlar. Deyir ki, bunlar 3-4 dövrə bu türklər hökumətdə olublar. Bu ərteş, türk. Bəlkə də Yeniçeri da oradan qalmadı. Sonra görə bunlar indi görürsünüz Yeniçeri də o zaman vardı. Deyir ki, bunlar şi dövrəsində bunlara deyiblər ki, nə sərnevişt sahibi. Yəni bunlar yaşam sahibi. Yaşam bunlara bağlı idi. Kimə yaşam verirlər, kimə yaşam vermirlər. Yəni, bunların qabağına düşmən çıxsaydı, yaşamı yox idi. Təslim olsaydı, yaşam qalardı. Beləsi. Ya deyir, bir ayrı dövrədə bunlar deyiblər ki, Tang dövrəsində də bunlar deyiblər, cəst zənəndiqan, hop bulanlar. Bunlar hop bulurmuşlar, düşmən bunların qalırmış altında. Yəni, bunları öldürənmişlər. Ya bir ayrı dövrədə deyiblər, təhrik konendiqan. Bunlar kuşquranlardılar. Bunlar o birisi insanları kuşqurarmışlar savaşa məsələ. این عناوین گوناگون نام گروه‌های ضربت بودند. Bunlar ضربت قروهlarının adıydı ki, Türklərdən düzəlmişdilər. Be kar گرفتن این گروه‌ها در تاکیر نبرد مهم و مسئله مهمی است. Deyir ki, bu cür bir qrupları ki, gedələr adı düşmən, qardı riyasət cumhur deyəndə İranda təqribən ərteş və sipah pasların və bəsiz bilirdi ki, gedir ölümə. Ərağın qardı riyasət cumhurisi. Deyir ki, belə bir qurulun olacaq ki, insanlar qorxsunlar. Bilirsiniz ki, Ləşkər Aşurunu bir-iki dəfə qətl-am eləyiblər. Farslar bu təhkiklə. Yəni, mən hətta bir dana xatirəsini oxuyurdum. O Çəmrandı nədir bu? İndi Şurayı, Tehranın Şura şəhərindədir. O bir dana Setad Cəngin xatiratı yazan yeri var. Yadımda deyil indi, adı dəqiq nədir. Hətta mənim özümdə dəvət elədilər, getdim ora. Mənim dostum orada işlirdi, mən Ruznamə Səlamda işlirdim. Yaxşı da pul verirdilər. Mən getdim ora, qəradatda gətirdilər, qoydular. Məsələn, hər bir səfər nağıl ki, xatirə ki, orada Cəngidə olanlar yalandan doğrudan deyiblər. Onu da sən navardan yendirəsən, onu nəqil şəklinə çıxadasan. Məsələn, o zaman biz Ruznamə Səlamda yazanda, bir səhifə yazanda, Ruznamə Səlamda, bir səhifə yazanda verirdilər, məsələn, 1200 tümən ya 1500 tümən. O, məsələn, bir səhifə kitab səvəzinə ki, 12 fonduna yazırdıq, Ruznaməni də 12 ilə yazırdıq, verirdi, məsələn, 3000 tümən. Məsələn, mən onu verdilər, mən fəqət bir dəlillə yazmadım. Aldım, gətirdim, sonra verdim dostuma. Kağızlarını aldım, gətirdim, dedim, aparın, baxın, görüm nədir. Gətirdim, gördüm ki, mən buranı yazsam, fəqət insanları təşviq edirəm ki, savaşsınlar, adam öldürsünlər. O halda ki, belə deyil, savaş bu cür də gözəl bir şey deyil. Bir hədəf üstü olmalıdır. Hədəf budur ki, toprağı qoruyasan, milləti qoruyasan. Əgər İran bu işi görmədi, İran istirdi, Əraqlar gəldilər, o zaman gəldilər İrana ki, İran Əraqda partladırdı hər yeri. İnqilabçı göndərirdi, silahçı göndərirdi, inqilab sadir edirdi. İstirdi Əraqda, Əraq hakimiyyətini yıxsın, Əraqda naəmni düzətsin. Səddam Hüseynin heç çarəsi yox idi, illa ki, İranı bir cür dayandıra, qoymaya İranın adamları gələr, orada bomb partladarlar, silah verələr, adamları savaşa təşviq edəyərlər və istəyərlər dövləti yıxalar, neçə milyonlar adam ölə bilərdi bir dana inqilabda. Ya savaşda ki, utarmadı, hala orada davamı var. Səddam Hüseyin məcbur oldu ki, girə İrana. Çünki İranı gərək bir cür dayandırıydı. Amma elə ki, İran getdi, aldı torpaqların, dünya dedi, ağacaq qəraməti bu da verək, hər şeyi də verək, çəkildi, İran dedi, yox, mən Ərağı alacağam. Mən Ərağı alacağam, Əraqdan ala, yəni Suriyəni də alacağam, Lobnanı da alacağam, gedəcəm, Rahi Qods səs Kərbəla miqozər. Kərbəla hala Qods ara, burası mühümdür. Əslən, Kərbəla ilə Qodsun arasında gedən bir yol yoxdur. Elə bir biz çörəyi beləsi yiyək. Çörəyi buradan götürüb ağzına qoymaq əvəzinə buradan beləsi yiyək. Dostlar, görsədir ki, bizim 25 saniyəmiz qaldı. 130-cu səfədə qoyduq qalsın və sabaha 4 səfəmiz qaldı.
bu fəsli qurtarmaq üçün. Sizin hamınıza can sağlığı arzulayıram. Umarım ki, xoş günləriniz olsun. Hələlik. Görüşmək üzrə.